Əslində İbn Teymiyyə rahimehullah deyir ki, kim orada hər əməli deyir, amma hər əməldə dadmaq çox çətindir. Yəni çox çətindir axı. Deyir ki, "Mən ləm yecid." Kim şəriətdə olan əməllərdə edəndən sonra şirinlik tapmasa, fəliyyəttəhim nəfsəhu deyir. Öz qəlbini, öz nəfsini ittiham eləsin. Niyə? İttiham eləsin. Qardaş, ged özünü ittiham elə. Nə gündəsən? Ged özünlə məşğul ol, qəlbinlə. Çünki mümkün deyil ki, əməldən sonra Allah Taala bu dünya üçün axirəti saxlaya, bu dünyada fəzilət, ləzzət, şirinlik, sevinmək, fərəh qoyub. Dadmamış, xəbərin yoxdur sən ondan. Bu ittiham elə özü olmalıydı. Niyə? Çünki deyir Allah şakurdur. Adlarından biri şakurdur. Əş-şakir və əş-şakur. Şakur təşəkkür edəndir. Təşəkkür etməyin mənasından biri odur ki, edirsən onun üçün 1-ə 10 yazır. Şakurdur. Yox, təşəkkür edib sənə. Təşəkkür etməyə aiddir nə? Etmisən, bu dünyada ləzzət verib, dad verib. O əməli şirin, dəstəmaz. Dəstəmazda nə şirin yalar, insan qardaşım? Almalıdır, deyir. Vallahi bəzi alimlər deyirlər ki, dəstəmazda xuşu var. O namazda xuşu var, İnsan namazda xuşu aydındır da, yəni qəlbi oyaq ola-ola namazı qılmaq. Dəstəmazda necə xoş əldə edeyim mən? Dəstəmazda nə xuşu? Sudur da dəstəmaz. Yox, qardaş. Ona görə İmam Əli radiyallahu anhu dəstəmaz almağa gedəndə titriyir. Deyir, canına zəlzələ düşüb sanki. Soruşurlar ki, nə olub? Deyir, indi elə bir yükün altına girəcəm ki. Yükün altı namazı deyir. O namaz dəstəmazsız yoxdur axı. Elə bir yükün altına girəcəm ki, dağlara ərzə edilib. Boyun qaçırdıblar, daşıya bilməyiblər. Mən insan o yükün altına girib, yəni ibadəti yerinə yetirmək üçün gedirəm dəstəmaz almağa, lərzə düşüb canına. Onlar dəstəmazda da şirinlik. Sən dəstəmazda necə xoş əldə eləmək olar Seyran? Rahat, asan. Hədisi tətbiq elə. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, kim üzünü yuvarsa, günahlarına kəffarət edir. Hətta deyir, əlindən dırnaqların arasından tökülən var ki, su ucundan. Günahlarına kəffarət edir, günahları tökülür onun deyir. İnsan bunu istihdar eləyəndə, yuvanda, asta-asta, hədisə əməl eləyirəm mən. Üzümü yuyanda, ayağımı yuyanda, Peyğəmbərin sünnəsini, o da ayağını yuyub, nə üçündür bundan? Bunu eləmək olur. Amma biz, yox, elə bilmir. Namazda xoş əldə eləməyən adam dəstəmazda necə xoş əldə eləsin? Heç vaxt mümkün deyil, yəni.